Ötən mövsüm 1-ci liqada meydana çıxdığı 27 oyunda 2 məğlubiyyət, 9 heçəşə və 16 qələbə ilə çempionatı qalib başa vuran Şəfanın hazırlıqları davam edir. 14 futbolçunu sıralarına cəlb edən Paytaxt klubu transfer bazarında fəallığı ilə seçilir. 22 illik elita həsrətinə son qoyan Bakılılar yeni çalışdırıcı Zaur Həşimovun rəhbərliyi altında Premyer Liqada yüksək yerlər uğrunda mübarizə aparacaq. Keçən mövsüm Azərbaycan 1-ci liqasının bitməsinə bir tur qalmış, çempionluğunu rəsmiləşdirən və bu uğurla elitaya vəsiqə qazanan Şəfanın yay təlim məşq toplanışı davam edir. Məşqlərini Bakı Olimpiya Stadionunun köməkçi meydançasında təşkil edən bəbirlər yeni mövsümün ilk turunda səfərdə Zirə ilə münasibətlərinə aydınlıq gətirəcək. Heyətdə köklü dəyişikliklər edən Mavi Ağlar 15 futbolçu ilə yollarını ayırıb. Əvəzində isə 6 yerli və 8 legioner oyuncu ilə razılıq əldə edilib. Yerli futbolçulardan Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcəbəyov, Murad Musayev, Məmməd Hüseynov və Fərid Yusifli komandaya cəlb olunub. Bununla kifayətlənməyən paytaxt təmsilçisi Vladimir Yampop, Andrey Dragu, Dilan Mertens, Musa Guel, Maudo Jarjue, Trayvon Fuller, Bafode Dansoko və Christopher Mamenci ilə heyətini daha da gücləndirib. Baş məşqçi postuna yeni təyinat alan Zaur Həşimov məşqlərin gedişatından razı qaldığını vurğulayaraq növbəti mövsümdə Premyer Liqada yer almağa hədəflədiklərini dilə gətirib. Hazırlıq proqramının son həftəsinə girdik. İndiyə kimi olan 3 həftə proqram üzrə gedib, yoldaşlı oyunlarımızda, məşqlərdə. Son həftədə də təlim məşqi bitirəndə 2 oyunumuz var. Eyni gündə 2 oyun oynayıb, 2 futbolçular eyni yüklənməni ala bilsinlər və hazırlaşacağıq çempionat oyununa. Hədəf birmənalı şəkildə yüksək liqada, Premyer Liqada yerimizi bərkitməkdir, qorumaqdır və bu prosesdə daha çox təcrübə qazanmaqdır. Şəfanın Niderlandlı yarım müdafiəçisi Dilan Mertens komanda daxilində ab-havanın yaxşı olduğunu bildirərək kollektivə tez uyğunlaşdığını söylüyor. Hazırlığımız yüksək səviyyədə keçir. Kollektiv olaraq hər ötən gün daha da təkmilləşirik. İstər məşqlərdə, istərsə də yoxlama maçlarında yaxşı performans sərgiləyirik. Çempionatın başlamasına da az qalıb. Özümüzə inanırıq və birlikdə yeni mövsümə ciddi hazırlaşırıq. Klub daxilində ab-hava əladır. Fərqli ölkədə olmağıma baxmayaraq kollektivə uyğunlaşmağım az zaman aldı. Azərbaycanda insanlar qonaqpərvərdir və kömək etməyi sevirlər. Bu amillər mənim işimi biraz da asanlaşdırır. Qeyd edək ki, Şəfa yay hazırlıq mərhələsində qüvvəsini sınadığı oyunlarda İmişli və Qəbələ komandaları ilə sülhə razı oldu. Bəbirlər Araz Naxçıvana qarşı keçirdiyi yoxlama maçında isə 2-0 hesablı qələbə qazanır.